Dəyərli izləyicilər, bugünkü videomda 9-cu sinif kiçik summativ qiymətləndirmə 1-in izahını verməyə çalışacağam. Birinci sualımıza baxaq. Canlı orqanizmlər təşkil edən maddələrin tərkibində hansı element üstünlük təşkil etmir? Canlı orqanizmləri təşkil edən maddələrin tərkibinə karbondur, oksigendir, hidrogendir və azotdur. Əsasən deməli üstünlük təşkil edir, yod isə üstünlük təşkil etmir. Canlıların fəzada yer dəyişmə qabiliyyəti bilirik ki, hərəkətdir. 3. Toxuma səviyyəsində olan canlıları hansı elm öyrənir? Histologiya elmi öyrənir. Hansı element xlorofil struktur komponentidir? Maqnezium. Sink bildiyimiz kimi mədaltı vəzində ifraz olunan deməli insulinin tərkibinə daxildir. Dəmir hemoqlobin tərkibinə daxildir. Kalsium sümük toxumasının hüceyrəarası maddəsinin əmələ gəlməsində, yaranmasında iştirak edir. Eyni zamanda qanın laxtalanmasında iştirak edir. Kükürt də bəzi zülalların tərkibində ola bilər. 5-ci sualımıza baxaq. Mikro elementlərə aid deyil. Biz bilirdik ki, elementlərə mikro və makro elementlər aiddir. Mikro elementlərə sink, mis, yod, flor, kobalt, selen aiddir. Deməli, makro elementlərə isə oksigen, hidrogen, azot, kükürt, dəmir, maqnezium, natrium, kalsium bunlar aiddir. Deməli, mikro elementlərə aid olmayan dəmir oldu. Dəmir çünki makro elementlərə aiddir. 6-cı sualımıza baxaq. Su insanın sümük toxumasının neçə faizini təşkil edir? 20%-ni təşkil edir. D variantımız doğru variantdır. Su insan sümük toxumasının 20%-ni, baş beyin hüceyrəsinin 85%-ni təşkil edir. Bundan əlavə də hüceyrənin də 70-80%-ni su təşkil edir. 7-ci sualımıza baxaq. Dəvənin hürgüclərində yağların parçalanması zamanı 19.450 kilojol enerji əmələ gəlmişdir. Bu zaman pi toxumasından neçə qram su ayrılmışdır? Biz bilirik ki, 1 qram yağın parçalanmasından 38,9 kilojol enerji ayrılırsa, tapaq ki, 19.450 kilojol enerji neçə qram yağın parçalanmasından əmələ gəlmişdir? Buradan x-ımızı tapdıqda x-ımız edir 500 qram. Deməli 500 qram yağ parçalanmışdır. Bu zaman deyir pi toxumasından neçə qram su ayrılmışdır? Bildiyimiz kimi 1 qram yağ parçalandıqda 1,1 qram əgər ki su ayrılırsa 500 qram yağdan x qədər. Buradan da x-ımız eləyir 550 qram da su ayrılmışdır. 8-ci sualımıza baxaq. 45 amin turşusu qalığından ibarət suların nisbi molekul kütləsi nə qədər olar? 1 amin turşu qalığının nisbi molekul kütləsi 110-a bərabərdirsə, 45-in də 45-i vuracaq 110-a. Cavabımız edir 4950. Nisbi molekul kütləsi oldu zülalın. 9-cu sualımıza baxaq. 1 qram zülalın parçalanması zamanı neçə kilojol enerji ayrılar? 17,6 kilojol enerji ayrılar. Ümumiyyətlə 1 qram zülalın 1 qram karbohidratın parçalanması zamanı 17,6 kilojol, 1 qram yağın parçalanması zamanı isə 38,9 kilojol enerji ayrılar. Və nəhayət 10-cu sualımıza baxaq. Yuxarıda verilmiş DNT-nin komplementarlığını tapın. Biz bildiyimiz kimi deməli verilib adenin, timin, alt-alta yazsaq, adenin, sitozin, timin, guanin. Komplementar olaraq DNT dediyi üçün adenin qarşısında timin, sitozin qarşısında guanin, timinin qarşısında adenin, guaninin qarşısında isə sitozin olacaqdır. Adeninlə timin 2 qat rabitə ilə, timinlə adenin də həmçinin 2 qat rabitə ilə, sitozinlə guanin, guaninlə sitozin isə 3 qat rabitə əmələ gətirirlər.